Hər vaxtınız xeyir olsun, əziz şagirdlər, hörmətli izləyicilər, əziz 11-ci siniflər, bloka hazırlaşan şagirdlər. Deməli, bugün sizinlə Dimin 20 variant sınaq kitabından, ikinci qruplar üçün olan sınaq kitabından nömrə 1 izahına baxacağıq. Amma bizim ekranda başqa görüntümüz var. Bizim ekranda gördüyünüz görüntü bizim 2024-2025-ci tədris ilində olan uğurlarımızın bir hissəsidir. Əliyevə Saadət çox gözəl və möhtəşəm bir nəticə 247 bal və tam balı inşallah apellyasiyadan sonra paylaşacağım. Bəzi suallarına problem var idi. Səbinə xanım 220 bal və 3-cü qrup olan bir şagirdimiz. Təbii ki, 3-cü qrupların adətən riyaziyyatda problem olur, amma buna baxmayaraq topladığı bal göz önündədir. Əliyevə Fəriqə 265 bal və qeyd edim ki, şagirdlər riyaziyyat balı çox yüksək olubdur. Və möhtəşəm bir nəticə görürsünüz. Riyaziyyat maksimum bal və Əsgərov Şahlar 234 bal. Və bu arada bunu da nəzərinizə çatdırım. Görürsünüz. İmtahanda düşən 9-cu siniflər və sınaqlar qrupu. Yəni bu haqda çox danışmaq olar. Şagirdlərin bir hissəsi informatika ayrı verənlər var. Tam bala çıxmayanlar var. Yəni bir neçə şagirdin hələ ki balı tam məlum deyil. İnşallah məlum olandan sonra onu da sizlər üçün paylaşacağım. Və təbii ki, bizim üçün say yox, keyfiyyət önəmlidir. Mənim bu şəxsi fikrimdir ki, mənim 100 şagirdim ola və mən 10 nəfər 200 plus bal toplayıb. Bu mənim üçün nəticə deyil. Yerdə qalan 90 nəfər əgər normal bal yığa bilmirsə, artıq bu problemdir. Ona görə mənim üçün say yox, keyfiyyət önəmlidir və şükürlər olsun ki, şagirdlərimin də hər biri demək olar ki, 200 plus bal toplayıbdır. Belə, uğurlarımız haqqında danışdıq. İndi gəlin keçək sınaq nömrə 1-in izahına. Zəhmət olunca kanala abunə olaq, fikirlərinizi bölüşün, paylaşın ki, daha çox şagird faydalansın. Başlayaq birinci suala. Mərkəzi O nöqtəsində olan çevrədə BO BC-yə bərabərdir. Bu da 3-dür. BO, bura 3-dür. Bura 3, bura da 3. BC-nin 3 olması, sən misalına danışmalısan. BO-nun 3 və BC-nin 3 olması bunun radiusa bərabər olması deməkdir. BC qövsünün uzunluğunu istəyir. Mən bunu birləşdirsəm, təbii ki, bu da radiusdur. Bu da 3 və burada bərabər tərəfli şübuzaq yarandığına görə bura 60 dərəcədir. BC qövsünün uzunluğu L bərabərdir. Pi R alfa bölünsün 180. Bu da bərabərdir Pi-yə. Deməli, bir də doğru cavab A variantı. İkinci suala baxaq. Ədədlərini müqayisə edin. Bunu çox gözəl bir üsulun deyəcəm sizə. Fikir verin. Bunu gəlin açılışını yazaq. 3 tam 4 56'lar təkrarlanır. 3 tam 456'lar təkrarlanır. Və 3 tam 45 6'lar təkrarlanır. Vergüldən sonra 5 rəqəmə baxmağın kifayət eləyir. Gəlin bunu düzəldək. Bu 5-də. Vergüldən sonra tam hissələr bərabər olduğuna görə 45656 45645 45666. Yəni ardından da yazmaq olur. Ehtiyac yoxdur. Təbii ki, burada ən böyük bizdə C-dir. C böyükdür. 45666 45645 45656 böyükdür A-dan. Bu da böyükdür B-dən. Doğru cavab A variantı. Üçüncü suala baxaq. AB ədədinin tərtibi bu ədədin qiymətli hissəsindən. Birinci gəl biz bunu üçüncü sual. A-nı göstərək. Necə göstərək? Standart şəkildə. Vergül buradadır hal-hazırda. 1, 2, 3, 4, 5, 6. Deməli olur 1,4 vurulsun 10 üstü 6. B də bərabərdir. 5 vurulsun 10 üstü n. AB ədədinin tərtibi. Gəl bunların hasilini tapaq. A vur B bərabərdir. 1,4'ü 5'ə vuranda 7 vurulsun 10 üstündə 6 plus n. Deyir ki, ədədinin tərtibi bu ədədin qiymətli hissəsindən 4 dəfə böyükdür. Tərtib bölünsün qiymətli hissə bərabərdir 4'ə. Deməli, 6 üstə gələk n bərabərdir 28. N də bərabərdir 22. C variantı.
Belə bir sual. Dördüncü suala baxaq. Bunlar bir-birinə paraleldir. 130-dursa təbii ki, bura olacaq 50, çünki daxili bir tərəfli yaranır. 120-dirsə bura olacaq 60. C, K, F. Buranı istəyir. Üçbucağın bir xarici bucaq qonşu olmayan iki daxilinin cəmidir. 110. C variantı. A və B ədədlərin ortaq olmayan sadə ədədlərdir. Ortaq olmayan natural ədədlərdir. Sadə vuruqları ortaq olmayan natural ədədlərdir. Bax, A və B ortaq sadə vuruğu olmayan natural ədədlərdir deyir. Əkop 3A 4B 72 əvob 8A 4B-ni istəyir məndən. Deməli, biz burada ortaq sadə vuruqlar olmayan demək o deməkdir ki, A və B qarşılıqlı sadədir. Bunlar da qarşılıqlı sadədir. Bunlar da qarşılıqlı sadədir. Ona görə elə bunların hasili əkobu bizə hasilini verəcək. Yəni 12AB bərabərdir 72 vurulsun 8A 4B. Burada mən ortağı çıxarsam qarşıya, 4-ü çıxarsam qarşıya, 4 vurulsun 72 əbob. 4-ü çıxarsam qarşıya, 72-ni bir dəfə yazmışıq, ikinci dəfə yazmayaq da, bir dəfə yazaq. Deməli, əbob 4-ü çıxarsam olur 2A və B. Belə. 2A ilə B təbii ki, qarşılıqlı sadədir. 12AB bərabərdir 72 vur 4 vur 1. Buradan da AB hasili bərabərdir 72 vur 4 bölü 12. Bundan bu gedir. Burada qalır 3. 72 bölünsün 3. Bu da bərabərdir 24'e. D variantı. 6-cı suala baxaq. Bunu əslində məsələn sən qayda ilə də yaza bilərsən, amma mən bunu uzadıb yazacağam. Yəni düsturla falan yazmağa ehtiyac yoxdur, uzadıb yazacağam. Bizə nə deyir ümumiyyətlə? Gəlin görə hələ bizə nə deyir? Deyir ki, AB CD-yə paraleldir. Paralel bu deməli buna paraleldir. O biri paralel AF paraleldir DY-yə. Bu da buna paraleldir. Belə. İndi bizə adam nə deyir? Bu hissə 100-dürsə, bura 100-dürsə, onda burada olacaq 100. Çünki nə yaranır burada? Bir tərəfli uyğun bucaqlar yaranır burada. Və mənə adam AB-nin BC-yə bərabərliyin veribdir. AB-nin BC-yə bərabərliyin veribdir. İndi və o zaman 100-dürsə, burada təbii ki olacaq daxili bir tərəflidir deyə 80. Onda bu da 80'dir. 80, 80, 160, onda bura qalır 20. Bizdən ABC-ni soruşur. Doğru cavab 20. 6'da doğru cavab B variantı. 7'yə baxaq. A və B məntəqələri arasında eyni anda qarşı-qarşı kəflə bir yola düşdü. Biri 8 saata gedirsə 8'də 1 qədər, o biri 6'da 1 qədər və bunlar ümumi 2 saat yol gediblərsə 2'yə vuracam. 4'də 1 plus 3'də 1, bu da bərabərdir 12'də 7. Hansı hissəsini, bütün yolun hansı hissəsini təşkil edir? 12'də 5 hissəsini təşkil edir. Birdən çıxırıq. A variantı. A və B natural ədədlər üçün əbob AB 6'dır. A böl B kəsirinin sürətinə 12. Və fikir verin, məsələ bizə nədir? Əbob AB 6'dırsa, buna aid mən əvvəllərdə kifayət qədər sual işləmişəm. A bərabərdir 6K, B bərabərdir 6L. Yəni K və L burada ortaq olmayan sadə vuruqlardır. Deyir A böl B kəsirinin sürətinə 12, məxrəcinə 21 əlavə edirəm. A plus sürətinə 12, məxrəcinə də 21 əlavə edirəm. B plus 21. Kəsirin qiyməti dəyişmir. Dəyişmirsə yenə də A böl B-yə bərabərdir.
Aha. Bunu gəlin çarpaz vuraq. Demək, çarpaz vursam AB plus 12B bərabərdir AB plus 21A. Hələ ki bunu silək. Buradan AB-lər gedəcək. Qalacaq 12B bərabərdir 21A. Bunu hər tərəfi mən 3-ə bölsəm 4B bərabərdir 21 3-ə 7A alıram. Buradan B bərabərdir 4K. A da bərabərdir. B bərabərdir 7K. A bərabərdir 4K. İndi fikir verin. Bax, mənə bunların əbobun 6 veribdir. Mənə əbobu 6 veribdir. Bax, əbob nədir? Biz əbob tapanda nəyə götürürük? Ortaqları götürürük. Düzdür. Bunlar bizdə qarşılıqlı sadədir. Əbob 6 olması üçün təbii ki bu 6 olmalıdır. K 6 olmalıdır ki. Onda B bərabərdir olsun 7 vur 6. A bərabərdir olsun 4 vur 6. Görürsən 6 ortaqda, amma 4 ilə 7 ortaq deyil. Bayaq yazdım K və L hava. Bu 4 ilə 7-dir. Deməli, onda bu olur 42. Bu da olur 24. İndi mən bunların əkobunu istəyəcəm. İndi bunların əkobunu tapaq. Əkob 42 24. 42 24. Buradan ortaq mən deməli 6-nı çıxartsam, qalır əkob. 42-dən 6-nı çıxarsam 7, 24-dən 6-nı çıxarsam 4. Bu da bərabərdir. 6 vur 7 ilə 4 qarşılıqlı sadədə əkobu hasil verir. 6 və 8-in 48, 4 yadda 12, 4 də yadda 16. Y variantı. Qəşəng sualdır. 9-cu suala baxaq. İnşallah bir məsələni qeyd edeyim sizə. Məsələn, buradakı suallar model adından göründüyü üçün ya model suallar. Sən artıq bunu işlədinsə, sənə heç bir vəsait lazım deyil. Toplu və bu. Bunu işləyən bir uşağa heç bir belə deyim, əlavə nəsə sınaq işləyim falan. Yəni sən bunları mükəmməl işləsən, başqa bir şeyə ehtiyac yoxdur. B-yə toxunan kəsən CA-yə 120-dir. CA-yə. Bura 120-dir. Onun adı bunun qonşusu 60-dır. Hələ ki bunu yazaq. Bunu birləşdirsəm, təbii ki bura 90-dır. Çünki toxunanla radius arasında qalanacaq 90-dır. 90 60-dırsa bura qalır 30. Onda üçbucağın bunlar da axı bərabər yanlıdır. Bizdə nəyə soruşur? A, C, B-ni. Bura alfa deyə bilərəm mən. Çünki bərabər yanlıdır və üçbucağın bir xarici bucaq qonşu olmayan iki daxilin cəmidir. Alfa üstə gələk alfa. Bu da alfa da buradan alıram 15. A variantı. Sonra 10-cu suala baxaq. Buna da aid əvvəllərdə biz misal işləmişik. Deməli, alfa minus beta rasionaldırsa və alfa və beta ayrı-ayrı irrasionaldırsa, bunların cəmi də rasional ola bilməz. Yəni, fərqi rasionalsa cəmi irrasional olacaq. İrrasional ədədləri fərqli bir ədəddə, natural ədədlərə və ya fərqli bir rasional ədədlərə toplayıb, yəni vuranda bu rasional alına bilməz. Yəni, bu bizdə irrasionaldır. Yəni, biri bu. İrrasionalın biri bu. Sonra indi gəl alfa beta qalsın. Bunu ortaq məxrəc etsəm. Ortaq məxrəc olacaq alfa beta 2 beta çıx 2 alfa. Buradan alfa betalar gedir. 2-ni çıxarsam beta çıx alfa qalır. Təbii ki, alfa çıx beta ilə beta çıx alfa əks ədədlərdir. Yəni, bu irrasional olacaq. Yəni, alfa çıx beta rasionaldırsa, daha doğrusu irrasional yox. Buradan məsələn, mənfin qarşıya çıxarsam, alfa çıx beta qalacaq. Alfa çıx beta özü rasionaldırsa, mənfi 2-yə vursam, təbii ki, bu yenə rasional eləyəcək. İndi bura baxıram. Eyni qaydını mən burada tətbiq eləyə bilərəm. Alfa beta vurulsun. Alfa beta ortaq vuruq və yuxarıda da 3 beta plus 3 alfa qalır. Buradan deməli bunları mən aparası olsam və 3-ü çıxarsam qalacaq beta plus alfa. Bunların fərqi rasionaldırsa cəmi mütləq ki irrasional ədəd olmalıdır. Yəni bu da irrasionaldır. 1 və 3. Və D variantın doğru cavabdır. Onda D variantı. 11-ə baxaq.
A ədədi 1-200 aralığında yerləşən natural ədəd EBOB A9616 olarsa A neçə fərqli qiymət ala bilər? Bayaqdan artıq buna biz dəfələrlə dedik ki, EBOB A9616-dırsa buradan A-ya yaza bilərsən 16K, 96-ya da yaza bilərsən 16L. Yəni burada K və L ortaq olmayanlardır. EBOB tapandır. Mən bir ortaqları götürürüm, bir də yerdə qalan. Bax, K ilə L yerdə qalanlardır. Təbii ki, mən buradan L tapıram 6. L tapıram 6. A bərabərdir 16 vurulsun K və L 6'dır. Burada K elə bir ədəd olmalıdır ki, L ilə, yəni K və L qarşılıqlı sadədir. Axı 6 ilə qarşılıqlı sadə olsun. 6 ilə qarşılıqlı sadə olması üçün K 1 ola bilər, 2 3 ola bilməz, 5 ola bilər, 7 ola bilər və 8 9 10 ola bilməz, 11 ola bilər və 13 ola bilər. Yəni mən bu artıq burada prosesi 13'də artıq prosesi saxlamalıyam. Niyə saxlamalıyam? Çünki K'nın yerinə mən 13 qoysam A bərabərdir 16 vur 13 olacaq. 16 vur 13 olacaq. Bu da 208 edir. Axı mənə adam deyir ki A 1-200 aralığındadır. Ona görə bu 13'ü də hiss edirəm. Yəni bu mənə ehtiyac deyil. Yəni bu. Təbii ki, K'nın da yenə bu qiymətləri qoysam, A buradan 4 dənə qiymət qoymuşamsa 4 dənə fərqli qiymət ala bilər. 13-cü suala baxaq. 12'də bizə nə deyir? AF 12'dir. Bura 12'dir. Bu sual mənə tanış gəlir. Deyəsən bu birinci qruplarda da var idi. AF 12'dir. AY parçasının uzunluğu CF parçasından 4 vahid böyükdür. AY CF'dən, yəni mən bura bir CF'dən 4 vahid böyükdür. Bura x yazsam, onda AY olacaq 4 plus x. Çünki axı mənə deyir ki, AY CF'dən 4 vahid böyükdür. Bu x-dirsə bu da x-dir təbii ki. Bura A desəm, bu da olacaq A. Bir nöqtədən çevrəyə çəkilmiş toxunanlar bərabərdir. 12 üstəgələ x bərabərdir. A üstəgələ 4 üstəgələ x. Buradan x-lər gedir. A bərabərdir 8 alıram. A bərabər 8-dən. Bizə nə deyir? DY-nin uzunluğunu elanı istəyir da bizdən. D variantı. 13-cü suala baxaq. Bu tip sual topluda var, amma bu biraz həmin sualın çətinləşmiş versiyasıdır. Necə çətinləşmiş versiyasıdır? Məsələn, bunu tərəflərə toplayanda və yaxud da çıxanda bizə bir şey verməyəcək. Ona görə mən məcburam ki, bunu nəyəsə vurum toplayım və yaxud da nəyəsə bölüm toplayım. İndi baxıram ki, məndən bu soruşulanı 1x deyim və bunun hər tərəfini 5'ə vurum. Birincini olduğu kimi saxlayıram. 7'də 2, üstə gələk 9'da 4, üstə gələk 11'də 6, bərabərdir A. Və hər tərəfin 5'ə vuracam. Olacaq 7'də 5, üstə gələk 9'da 5, üstə gələk 11'də 5, bərabərdir 5x-ə. Bunlar tərəf-tərəfə toplayaq. 7'də 5, 7'də 2, 1, 9'da 5, 9'da 4, 1, 11'də 5, 11'də 6, 1. Bərabərdir 5x üstə gələk A. 3 bərabərdir 5x üstə gələk A. Burada mən məqsədim x-i tapmaqdır. Bunu unutmuram. Məqsədimi heç vaxt unutma. Nə olur olsun. Buradan da x bərabərdir 3 çıxılsın A böl 5. Belə cavab varmı? Niyə olmasın ki? A variantı. 14'ə baxaq. ABC həqiqi ədədləri üçün burada diqqətlə fikir verməlisən. Modul hər zaman müsbət ədəddir. Cüt dərəcə müsbət ədəddir. Yekun mənfi olması üçün C mənfi olmalıdır. Gəldik bura. Mənfinin tək dərəcədən qüvvəti mənfidir. Cüt dərəcə hər zaman müsbətdir. Yekun müsbət olması üçün təbii ki B mənfi olmalıdır. B də kiçikdir 0. Bu mənfi. Yekun müsbət olması üçün bu müsbət olmalıdır. A da müsbət. Müsbət, mənfi, mənfi. A böyükdür 0. B variantına oxşuyur. Bəli. A müsbətdir, B ilə C də mənfidir. 15'ə baxaq.
Mən buradan AKB-yə yaza bilərəm ki, AKB, hanı AKB? Bura yaza bilərəm. 2-disi 2 alfa. YKF-ə yaza bilərəm. YKF. Bura yaza bilərəm 3 alfa. Elə bil nətəri 2, 3, 2, 2, 3, 2, 4x demirdik adı olmaqda. Bu da eyni qaydada. Burada da alfa ilə deyirəm. CKD. CKD. Burada deyirəm 4 alfa. 3 alfadırsa qarşılıqlı bucaqlarda bu da 3 alfadır. Və açıq bucaq 180 dərəcədir. 2 alfa, 3 alfa, 4 alfa, 180. 4, 3, 7, 9 alfa 180. Alfa da bərabərdir 20-yə. BKC-ni tapın. BKC. Bu bucağı istəyir də məndən. 3 alfa. 3 vurulsun 20 bərabərdir 60. D variantı. 16-cı sual baxaq. Deməli, rəqəmlərin cəmi bu 6-ya, bu 2-yə bölünür. 6-ya bölünməsi üçün 2-yə və 3-ə bölünməlidir. 2-yə bölünməyini bilirəm, çünki sonu cütdür. 3-ə bölünməni araşdırım. Rəqəmlərin cəmi nə eləyir? 2A plus 7. Deməli, 2A bərabər olmalıdır. Üzərinə elə də gəlməliyəm ki, məsələn, 2 olsa, rəqəmlərin cəmi 9 edir, 3-ə bölünür. Buradan daha bərabərdir 1. Ən kiçiyini istəyir deyə digərlərini yoxlamağa heç ehtiyac yoxdur. B variantı. 17-ci suala baxaq. BYF 140-dır. 140 AKD, bura 90, 140. Və bizə hansını nə verib? A-nın B-yə paralelliyini verib. A-nın B-yə paralelliyini verib. C-nin də D-yə paralelliyini verib. Versin. Möhtəşəm bir həll yazıram sizlər üçün. Bunu uzadıram. Bunu uzadıram. Bu da 90. 140-dırsa bunun qonşusu olur 40. Bura olur 50. Artıq mən nə tapdım? Nə tapdım? Burada olacaq 50. Niyə mənim? Çünki uyğun tərəfləri paralel olan bucaqlardır. Ya bir-birinə bərabər, ya cəm 180. İkisi də iti bucağı olduğuna görə bir-birinə bərabər olacaq. 18-ə baxaq. Radius 18 cm olan çevrədə AMC qövsünün uzunluğunu tapın. L bərabərdir. Pi R 18 vur alfa bölünsün 180. Deməli, 18 vurulsun 80 bölünsün 180. Bu da bərabərdir 8pi. İndi orada siz bəziləriniz, hamınıza aid deyil, girirsiniz kommentlərə yazmağa başlayırsınız ki, müəllim 80 nə oldu? 40-dır. Gözəl insan. Bura 40-dırsa, bura 80-dir. Sənin o düsturdakı o alfan bunun uzunluğu, bunun dərəcə ölçüsüdür. Daxili bucaq deyil, mərkəzi bucaqdır həmən oradakı alfa. 19-cu suala baxaq. Qarşılığı sadədirsə, bunların hər birini mən ixtisar eləyə bilərəm. Məsələn, 2-yə ixtisar eləyə bilərəm. Burada qalacaq 29. Burada qalacaq, deməli, 2-yə ixtisar eləsəm 41. Bunlar da qarşılıqlı sadıdır. Bu da. Onda burada bir dənə hal budur. 3m üstə gələk 7n bərabərdir 29-a. 7m üstə gələk 3n də bərabərdir 41-ə. Və bizdən n plus n istəyir. Və müəllim 7-yə vurum, tərəf-tərəfə çıxın falan ehtiyac yoxdur. Tərəf-tərəfə toplayaq. 10m 10n bərabərdir 4, 2, 70. n plus n də 7. Çək kimi. Y variantı. 20-ci suala baxaq. Adi kəsir şəklində göstərin. Deməli, mötərizənin içindəyə qədər 9, buradakı ədədlər qədər 0 və ümumi ədəddən mötərizəyə qədər olan ədədi çıxıram. Bu da mənə verir 90-da 25-i. Bunu ixtisar edirəm 5-ə. 5 bölü 18. C variantı. 21. Mərkəzi O nöqtəsində olan çevrədə ASB 48 dərəcədir. Demək, bura bizdə 48-dir. Biraz kiçildi. Qəşəng səliqəli bir həll yazdım sizin üçün. Bura 48 isə bura 96 olmalı. Çünki daxili çəkilmiş bucaq söykənliyi görsün dərəcə ölçüsüdür. O zaman burada 96-dır. 96-dır. Bunlar bir-birinə bərabərdir. Niyə bərabərdir? Kommentlərdə yazarsınız.
Alfa alfa. Bərabər yanlı olduğuna görə oturacaqlar bitişik bucaqlar bərabərdir və o zaman cəm də 180 dərəcədir. Buradan 2 alfa bərabərdir. 180 çıxılsın 96. Bu da bərabərdir 84. Alfa da bərabərdir 84 bölünsün 2. 42. Məndən nə istəyir? B, A, o alfanı istəyir. Doğru cavab 42. C variantı. 23'e baxaq. Deməli, bizə burada nə deyir? Bunu hər tərəfin vurum 100'ə. Aşağıda vergül etsin, yuxarıdadır. Çıxılsın modulda. Bunu da vurum 100'ə. Yuxarıda da vergül etsin, aşağıda da. Üstə gələk, 100'ə vuraq yenə də. Yuxarıda da vergül etsin, aşağıda da. Bunu hesablayaq, sonra aşağını hesablayacağım. Deməli, bu eləyir 20, çıxılsın mənfi 20. İki. Aha. Üstə gələk. 180 bölünsün 45. Bu da bizə verir 4'ü. 20 çıxılsın. Mənfi 20'nin üstünə 4 nə edir? Mənfi 16, müsbət 16 bərabərdir 4. Deməli, bunun yuxarısını aldım 4. Bunu silirəm. Keçirəm indi aşağını həll eləməyə. Eyni qaydanı aşağıda da tətbiq edəcəm. Yuxarı vurum 100'ə. Aşağı da məcburam 100'ə vuram. Vurulsun. Bunu çevirim düzgün olmayan kəsrə. 3'də 20, 3 dəfə 18, 20 çıxılsın. Yuxarını da vururam 100'ə. Aşağı da vururam 100'ə. Bunları gəlin ixtisar edək, görək nə verəcək mənə. Deməli, bununla bu ixtisar gedir, burada qalır 3. 36, elə bununla bu gedir, burada qalır 12, bununla bu gedir, burada qalır 4. 4 çıxılsın, 125 də 5'ə böləndə elə 5 düşür, bərabərdir mənfi 1. Buradan da adım mənfi 1, 4'ü mənfi 1'ə böləndə mənfi 4. 23-cü suala baxaq. Natural bölənlərin sayı, sən götürürsən, onun üstün bir vahid artırırsan, onun üstün bir vahid artırıb vurursan. Amma sən dərk eləmirsən ki, təbii ki, bunu belə yazanlara da sözüm. Sən dərk eləməlisən ki, bu sadə ədədin qüvvət şəklində olmalıdır. Ona görə 8'ə 2'nin kubu yazıram. Üstü n. Vur 11 üstü 5 bərabərdir. Qüvvətin qüvvəti bir-birinə vurulur. 3n vur 11 üstü 5. Natural bölənlərinin sayı deyir 60 olarsa. Natural bölənlərin sayını artıq mən sadə ədədin qüvvətidir deyə artıq mən rahat deyə bilərəm ki, üstlərin bir vahidi artırıb bir-birinə vuracam. Bərabərdir 60. Buradan 3n üstə gələk 1 bərabərdir 5, 6, 10. N də bərabərdir 9. Zaten bizdən neyini soruşurdu. 23'də doğru cavab 9. Amma nəsə səhv getdirir. Nədir səhv gedən? Natural bölənlərinin sayı 60 olarsa eyni tapın. Dokuz yox, 3. Tənlik səhv eləmişim. 3. 3n bərabərdir 9'a, n bərabərdir 3'ə. 3. Mərkəzi O nöqtəsində olan çevrədə, yenə də bu artıqlar silək, buradan bizə mane olmasın. Mərkəzi O nöqtəsində olan çevrədə AC AY bərabərdir. Bura bərabərdir. Sonra bizə başqa nə verib burada? AYC 65'dir. Bura 65'dirsə, onda bu da 65'dir. Və mən burada nəyi tapacam? 180'dan 65'i çıxıb bu bucağı alıram. 115. Və eyni qaydada adam mənə şərtdə BAY'nin də BAY burada 75 dərəcə verib. Bura 75'də, burada 105'dir. Niyəsini sonuna deyəcəm. Mən deməmişdən qabaq belə deyək, siz özünüz cavab verə bilərsiniz. Burada bir dörd bucaqlı yaranır. Alfa üstə gələk 105, üstə gələk 75, üstə gələk 115 bərabərdir 360'a. 360 çıxılsın 105 çıxılsın 75 çıxılsın 115. Alfa da bərabərdir 65'ə. Bizdən nə istəyirdi adam? CDB-nin dərəcə ölçüsünü istəyirdi. Necə səhv elədim deyəsən.
Alfa üstə gələk 105, üstə gələk 75, üstə gələk 115. Bərabərdir 360-a. Burada biz səhvə yol verdik. Gəlin ona başdan baxaq bir də. Mən indi o xassəni deyəcəm. Hesablama səhv elədim. AC bura 65'dir. Bərabər yanlı olduğuna görə burada 65'dir. Məsələ nədir uşaqlar? Burada xassəni sizə deyim. Deməli, əgər çevrənin daxilində 4 bucaqla çəkilibsə, qarşı bucaqların cəmi 180-dir. Yəni bunun cəmi 180 olduğuna görə buranı tapıram 115. Bax belə. Və bu A bucağını tapsam mən 65'ləri toplayıb 180-dan çıxacam. Yəni bura olacaq 50. Bura olacaq 50. Və BAY-ni buranı da adam mənə verib 75. Onda bunun qonşusu olacaq 180-dan çıxacam 65'e. 115 də bunun qonşusu olacaq. Artıq mən bura bir alfa desəm, məndən adam bu alfanı soruşur. 115, 115, üstünə gəlirəm 75, üstünə gəlirəm alfa bərabərdir 360. Artıq 360-dan çıxacam 130, ondan da çıxacam 75. Deməli, 115, 115, 230, üstə gələk 75, üstə gələk alfa bərabərdir 360-a. Buradan deməli 305, üstə gələk alfa bərabərdir 360-a. Buradan da deməli 360-dan çıxıram 305-i. 55 dərəcə. Bayaq yerin dəyişik yazmışdım. Belə. Yəni burada artıq sən deyə bilmərsən ki, qarşı bucaqlarının cəmi 180-dir. Çünki axı bu 4 bucaqlının xaricinə bir çevrə çəkilmir. Xaricinə çevrə çəkilmiş bu böyük 4 bucaqlıdan söhbət gedir. Yəni bu xassələri qeyd edin, götürün bir yerlərə ki, sonra unudulmasın. 25-ci suala baxaq. 25-ci sualda bizə deyir ki, A, B, C, D, F olan 6 nəfərin yaşlarının ədədi ortası. Tutaq ki, bunların yaşlarının cəminə deyim x5. Ədədi ortanı tapanda mən nə edirəm? Toplayıb sayına bölürəm. Yəni yaşlarının cəmin x5 bölürəm sayına. 5 nəfərə bərabərdir 44 özü mənə şərtdə verib. Buradan x5 bərabərdir 5 dəfə 4-ün 20, 22. Cəmi oldu 220. İndi mənə deyir ki, bunların yaşlarının ədədi ortası. Bunda yaşların ədədi ortasına deyim x4. Ədədi orta tapanda cəmin bölürəm sayına bərabərdir 47 özü mənə şərtdə verib. Buradan x4 bərabərdir 47, 4 dəfə çarpaz vursam 28, 2, 4 dəfə 4-ün 16, 18. 188-də bu. İndi bizə nə deyir şərtdə? C-ni tapın deyir. Tapaq. 5 dənə ədədin içərisində bu 4 dənə ədəd var. 188 cəm olaraq. Bir də C ədədi var. Bərabərdir 220-yə. Bil ki, burada 5 ədədi mən 4 dənə ədədin cəmi şəklində yazıram. Plus C-də var axı. Bundan da 220-ni çıxanda bizə nə verir? Burada biz səs saymışıq. X5 yox, X6 dənədir burada. Ona görə mən burada 5 dənə saymışam. 6-ya vurmalıyam. Yəni yolumda heç bir problem yoxdur. Sadəcə orada mən 5 dənə saymışam. 44 vur 6 olmalıdır. Deməli X6 bərabərdir 264. Artıq bizdə burada yerdə qalır 5 dənə ədəd. 5 dənə ədədin cəmi olacaq x5. Cəmini bölürəm sayına, bərabər edirəm 47-yə. 47-ni vururam 5-ə, 200. Demək 5 dənə ədədin cəmi 235. Həmin bu 5 dənə ədədin cəminə mən bir dənə C ədəd əlavə edirəm, 6-cı ədəd. Bərabər edirəm 264-ə. Deməli 264 çıxılsın 235.
Buradan da C mənə verir 29. Yəni orada mən A, B, C, D, E, F-i hamısını bircə yazmaq əvəzinə elə həmin ədəddən olsa bizə cəmi lazımdır. Elə o cəmə x6 deyirəm və yaxud x5 deyirəm. Məsələni bitirirəm. Keçək 26-cı sualın izahına. Baxaq 26-ya. Deməli 26-da bizə nə deyir? 1-dən 2-də 1 çıxanda 26-cı sual. 1-dən 2-də 1 çıxanda 2-də 1. 1-dən 3-də 1 çıxanda 3-də 2. 1-dən 4-də 1 çıxanda 4-də 3. Və belə bu gedir və %99. Burada diqqətlə uyğunluğa bax. 2-lər gedir, 3-lər gedir, 4-lər gedir, 99-lar gedir. Qalır 1/100. Bu 1/100 də bərabərdir. Və buna da özü mənə şərtdə verir. 1/A. Və səndən A-nın müsbətini istəyir deyə sən müsbətinə bərabər eləyəcəksən. 1/A bərabəri 1/A. Normalda mənfisinə də bərabər olur. Amma müsbətini istəyir deyə elə mən müsbətinə bərabər eləyəcəm. Doğru cavab o. 27-ci suala baxaq. Deməli, A və B kəsən. Alfa 125-dirsə, deməli, betadırsa bu da betadır. Bunu nağdı yazaq bura. Bura 125-dirsə, bura olacaq bizdə, deməli, A 55. 5, 6, 7, 1, 8, 55. İndi biz bunun hamısını bir-bir qoyub yoxlamalıyıq ki, görək hansı ödənir. Məsələn, birinci halda, məsələn, gəlin bunu da qoyaq, yoxlayaq. Vaxtımız çox getməsin. Məsələn, görək ödənirmi? 3-ü bet deyə vuracam. 3 vurulsun 55. Çıx 40. Görək mənə alfanı verirmi? 15 bir yadda. 15 bir də yadda 16. Çıx 40 bərabərdir 125. Məsələn, görürsən verir. Alfa 125. Deməli, sən 2-yə A yaza bilərsən. 2-yə A yaza bilərsən. Həqiqətən bu ikincidə qoyduq yerinə, həqiqətən ödədi. Məsələn, burada B variantı 55-dir. Beta 55, 55 almışam. 2-yə həm də belə deyək. Biz birincidə hansını da yoxlayırıq. Beta 55 almışdım da mən. Yox, mən bunu belə bir-bir qoyub yoxlasam, mən uzun gedəcək. Ona görə nə edirəm? Ona görə tənliklər sistemi ilə həll edəcəm. Bax, bura betadırsa, bura da betadır. Buradan alfa üstə gələk betanı mən 180 olduğunu bilirəm. Burada mən gətirib alfanın yerinə qoysam, buradan alfa bərabərdir 180 çıxılsın beta. Yəni bu hər biri üçün doğrudur. Yəni bu hər bir üçü üçün doğrudur. İndi bir-bir variantlarda birinci yerinə qoyum. Alfanın yerinə 180 minus beta yazsam, 180 çıx beta bərabərdir 2 beta üstə gələk 30. Buradan deməli 3 beta bərabərdir 150-yə. Beta da bərabərdir 50. Onda alfa da bərabərdir 130. Deməli 1, 2, 3. Deməli, 1-də alfanı 130 alıram, 1-ə B variantı. Başqa burada yoxdur. Betanı 50 almışdım, bu da yoxdur. Aha, bu belə. İndi bunu silirəm. İndi mən B variantı ikincidə yerinə qoyacam, alfanın yerinə. 180 minus beta bərabərdir 3 beta çıx 40. Buradan 4 beta bərabərdir 220. Beta da bərabərdir 55. Onda alfa da bərabərdir 125. Aha, betanı 55 tapmışam, Y variantı. Və bir də alfanı da 125 tapmışam, 2AY. Sonra, indi üçüncünü yoxlayaq. Üçüncüdə qoyum yerinə, bunları da silək. Burada qoyaq yerinə, alfanın yerinə 180 çıxılsın beta, çıxılsın 3 beta bərabərdir 20-yə. 160 bərabərdir 4 beta, beta da bərabərdir 40-a. O zaman alfa da bərabəri 140 olur. Elə C-ni görürəm rahat. Belə, başqa yoxdur. 1B, 2AY, 3C.
Çeşitli situasiyaları. Deyir, bağdakı ağacları suvarma üçün ABC'də düzbucaqlı torpaq sahəsinin daxilinə aralarındakı ən qısa məsafə 2 metr olan səthi dairəvi olan 2 bərabər radiuslu hovuz qurulmuşdur. Hər bir hovuzun düzbucaqlı torpaq sahəsinin enindən ən qısa məsafəsi 3, yəni buranın deyir 3'dür. Sonra uzunluğundan ən qısa məsafəsi 4 metrdir. Burada 4'dür. Uşaqlar, bu 3 ən qısa məsafə bizi burada nə demək istəyir? Yəni sən bunu perpendikulyar şəkildə göstərməkdə də. Məsələn, onu deyir sənə ən qısa məsafə. Yəni çevrənin ən sivri ucundan perpendikulyar şəkildə tərəfə gedirsən. Yəni ona görə ən qısa məsafə deyir biz. İndi o bizə lazım olacaq. Hovuzları işıqlandırmaq üçün hər hovuzun çevrəsi boyunca aralarında məsafə bərabər olan 6 işıq dirəyi bərkidilmişdir. 6 dənə işıq dirəyim var. 2 ardıcıl işıq dirəyi arasında ən qısa məsafə 12 metrdir. Hələ ki bundan biz işləyəcəyik. Görək birinci bizə nə istəyir? Bir hovuzun çevrəsinin uzunluğunu tapacağam mən. Bir hovuzun çevrəsinin uzunluğunu tapacağam. Bax 6 dənə işıq dirəyi bərkidilib. 2 ardıcıl işıq dirəyi arasında da ən qısa məsafə 12 metrdir. Yəni 12 dənə 12 işıq dirəyidirsə, o zaman mən burada tam axı çevrə 360 dərəcədir. Tam 360 dərəcədir. 360'ı bölürəm 6'ya. Görək hər birinin dərəcə ölçüsü. Hər bir işıq dirəyinin arasındakı dərəcə ölçüsü 60 dərəcədir. 60 dərəcədir. İndi mən artıq tutaq ki, gəlin belə eləyək də, mən bunun mərkəzin qurası olsam, tutaq ki, işıq dirəyin biri buradadır, biri burada, deyək ki. Bura bu çevrə 60 dərəcədir. Həmin bu çevrənin uzunluğunu sən tapmaq üçün L bərabərdir. Və sənə burada arasındakı iki işıq dirəyinin ən qısa məsafəni 12 metr veribdir bizə. 12 verib bizə. Axı bizdə məsələ nədir burada? Bax, ən qısa məsafə arasında 12 metr deyil. Sən buranı 12 götürmürsən. Tutaq ki, burada bir A var da bizdə, başqa bir L dirəyidir. Dirəyin biri tutaq ki, buradadır deyək. Dirəyin də biri buradadır. O ən qısa məsafə uşaqlar, bax bu məsafədir. Bax buradır. Budur bizdə 12. Və 60 dərəcə olduğuna görə burada mərkəzi bucaq da 60. Onda buralar da 60-60 olur. Və burada bir bərabər tərəflilik yaranır. Yəni radiusumda 12 olur. Onda mən həmin çevrənin uzunluğunu tapası olsam, L bərabərdir pi, R-i 12 tapmışam, alfa 60'dır, böl 180. Deməli, buradan da mən 12 vurulsun 60, bölünsün 180. Bərabərdir 4 pi'yə. Bu 4 pi'dir. Və 6 dənə işıq dirəyi varsa, deməli 6 dənə ara var da burada. Bir ara 4 pi idisə, o çevrənin qövsi olaraq ümumi də olacaq 24 pi. Yəni çevrənin uzunluğu 24 pi olacaq. Çox maraqlı bir məsələ idi. Sonra bizə nə deyir? Perimetri boyunca aralarında məsafə bərabər olan bütün künc nöqtələri də daxil olmaqla əlavə dirəklər bərkidilərsə, bu dirəklər arasındakı məsafə ən çox. İndi biz burada radiusun nə tapmışdıq? Radiusun 12 tapmışdıq. Bunu silirəm. Bax, mən bunu uzatsam, bu mərkəzdən keçir. Hardan bildim? Bayaq qeyd eləmişdim ki, ən qısa məsafə, bax, ən qısa məsafə 3 metrdir. Yəni çevrənin ən uzağından bu tərəfə qədər olan məsafə ən qısa olması üçün bunun uzantısı mərkəzdən keçməlidir. Bu da mərkəzdir. Və adam mənə radiusu 12, daha doğrusu özüm radiusunu 12 tapmışdım. Onda bu da 12'dir. Burada 12'dir. Burada 12'dir. Burada 12'dir. 12, 12, 24, 3 bu, 27, 29, 29, plus 12, 12, 24 bu, plus 3 də bu.
Deməli 56. Onu burada 56-dır. Yəni bu hissə 56-dırsa, təbii ki, paralellik məsələsi bu da 56-dır. İndi həmən şeyi mən bunun eni üçündə eləyirəm. Və buranı mən ən qısa məsafə olaraq birləşdirsəm, bu mərkəzdən keçəcək. Mərkəzdən keçəcək. Və radiusunu 12 tapmışam. Bura 12 idi, bura 12 idi. 12, 12, 24, 4, 4, 8 də bu, 32 də bura. Və aralarındakı məsafə bərabər və aralarındakı məsafə ən çox deyir mənə. Ən çox da olması üçün təbii ki, mən EBOB tapıram da. EBOB 32, 56. Bunların da EBOB mənə 8-i verəcək. Doğru cavabım olacaq 8 metr. Dirəyin sayını soruşmur. Dirəyin sayını soruşur artıq başqa məsələ. Səndən aralarında məsafəni soruşur. Bu da belə. Sonra məndən nə deyir? Deyir ki, bağda ağacların 12'də 5'i almadır. Ümumi sayı 120 olan. Ümumi 120 veribdir. Bunun 12'də 5'i deyir almadır. Gəl görək alma nə qədərdir burada? Deməli, alma ümumi 120'nin 12'də 5'i. Bundan bu gedir. Burada qalır 10, 50. Alma 50'dir. Heyva ağaçlarının sayı, nar ağaçlarının sayı 24 ədəd çoxdur. O deməkdir ki, heyvanın sayından narın sayını çıxsam 24 verəcək mənə. Düzdürmü? Və bunun 150'si al. Gəl belə deyək də, işimizi uzatmayaq. Buna bir x deyək, buna bir y deyək. X çıxılsın y bərabərdir 24. Və alma 50'dir və cəmidə 20'dirsə, onda yerdə qalan ağaçlar təbii ki 70 olmalıdır. Heyva ağaçlarını soruşur. Mən heyviyə x demişim. Tərəf-tərəfə toplayım. 2x bərabərdir 94. X də bərabərdir 4 dəfə 2'nin 8, 14 dəfə 2, 7 dəfə 47. Elə doğru cavabın sənin 47 oldu. Çünki elə heyva ağacını istəyir. Əgər narı istəsəydi, 70'dən sən heyvanı çıxardı. Səndən heyvanı istəyir da səndən. Heyva ağaclarının sayı. Belə. Bu da situasiyanın geniş və ətraflı şəkildə izahı sizlər üçün. Zəhmət olmasa kanala abunə olub fikirlərinizi bölüşməyi unutmayın. Salamat qalın. İnşallah növbəti izahlarda görüşmək ümidi ilə.